Əsgərlərin gücü sağlam və döyüşə hazır olması üçün onların qidalanması xüsusi diqqətdə saxlanılır. Daxili qoşunların hərbi hissəsində yerləşən yeməkxanada gündəlik menyular balanslaşdırılmış şəkildə hazırlanır. Burada hər bir porsiyaya həm kalorisinə, həm də vitamin dəyərinə görə ciddi şəkildə yoxlanılır. Əsgərlər 3 dəfə isti yeməklə təmin olunur. Səhər yeməyi, nahar və şam. Mətbəxdə gigiyena qaydalarına tam riayət olunur. Qidaların keyfiyyəti, saxlama şəraiti daim nəzarətdədir. Yeməkxana yalnız qidalanma yeri deyil, həm də əsgərlərin bir araya gəldiyi, qısa da olsa dincəldiyi bir məkandır. Vətənə xidmət edən igidlərin süfrəsi hər zaman bol və halal olur. Komanda TV davam eləyir. Hal-hazırda əsgər yeməkxanasındayıq. Əziz ekrana baxan analar, hər zaman narahat olursunuz ki, görəsən bizim övladlarımız nə yedi, nə içdi, harda yatır, onların şəraiti necədir və biz də dəfələrlə çəkiliş etdiyimiz hərbi hissələrdə çalışırıq ki, sizin övladları göstərək ki, dövlətimiz tərəfindən onlara hər bir şərait yaradılır, onların yemək rasionu yüksək səviyyədə olur, onlara mülkidən gələn analar yemək pişirir və onların yeməkləri həmişə doyumlu olur, ət yeməkləri olur və onların dilindən eşidəcəyik. Xoş gördük əskər, nuş olsun. Sağ olun. Necədir, yeməklər doyumludurmu? Bəli, tatlıdır. Hər şey qaydasındadır. Bax, bugünkü yeməyimiz, əziz operatorumuz çəksin, göstərsin. Ətlə makarondur. Gördüyünüz kimi tərəvəz salatıdır. Sonra o da bulğur supudur. Ondan sonra bu meyvə şirəsidir. Çörək də ürəkləri istədiyi qədər əskərlərə verilir. Yəni mülki yemək kimi bir şeydir, yəni fərqi yoxdur. Yəni hay mülki yemək bu. Sağ olsun dövlətimiz bizi düşünür. Yəni hər gün 200 qram, bəlkə 300 qram ət yeyirik. Nuş olsun. Çox sağ olun. Necədir yeməklər? Çox dadlıdır, hər şey yaxşıdır. Doyumludur. Bəli. Əskərliyə gələndə belə arıq idin, yoxsa burada arıqladın? Belə arıq idim. Arıq idin. İdmanla məşğul olursan. Bəli. Xidmət necə gedir? Hər şey yaxşıdır. Yeməklər həmişə belə olur. Bəli. Hər şey çox yaxşıdır. Biz də özümüzə borc bilirik ki, bəs çəşək göstərək sizə, siz də rahat olasınız ki, sizin övladlarınıza hərbi xidmət zamanı dövlətimiz çox yüksək səviyyədə baxır. Onların yeməyi doyumludur, elədirmi? Bəli. Siz neçə ayda xidmət edirsiniz? Artıq 11 ayda xidmət edirəm. Maşallah, 11 ay. Bax, bu 11 ayda hər gün hərbi yeməklərdən yeyirsiniz də. Biz bildiyimiz kimi menyu fərqli olur. Necədir ümumiyyətlə, yeməklər dadlı olmur həmişə? Həqiqətən yeməklər çox dadlıdır. Adın ev yeməklərindən çox seçilmir. Çox iştahla, çox doyumludur həqiqətən. Sizi tanıyaq. Mən 9 ay nəsəliyəm. Tavşıyam daha doğrusu. Yeməklər də çox dadlıdır, yeməlidir, hər şey qaydasındadır. Doyumluqdur. Neçə ayda xidmət edirsən? 14 ay. 14 ay maşallah. Sən çox xidmət etmiş bir əskər kimi sənə baxan gənclərə nə söyləyərsən? Vallahi yemək çox gözəldir, hər şeydən razıyıq. Yəni daxili qoşunlar özü superdir, əladır. Bizə göstərilən xidmət çox super, çox əladır. Hər şey yeri yerindədir. Yəni ana vətənin qoynundayıq. Başqa nə istəyirik? Heç bir şey. Yeməklər həmişə belə dadlı olur. Bəli. Sizə nuş olsun. Necədir, yeməklər dadlıdır? Bəli, çox gözəldir. Hal-hazırda biz siz əskərin dilindən eşitmək istəyirik ki, burada yediyiniz yeməklər doyumludurmu, dadlıdırmı? Bəli, çox doyumlu, dadlıdır, bəli. Neçə ayda xidmət edirsən? 5 aydır. 5 ay. Bax, sən valideynlərin, yaxınların səni izləyir də. Onlar da narahat görəsən mənim oğlum hərbi xidmətdə nə yeyir, nə içir, necə yatır. İstəyərdik sənin dilindən sən çatdırasan. Göründüyü kimi bütün yeməklər çox gözəl və dadlıdır. Hər gün belə gözəl yeməklər yeyirik. Buradan evdəkilərə, ailəmə, dostlarıma hər kəsə salam göndərirəm. Narahat olmasınlar, darıxmasınlar. Qısa müddətdə evə qayıdacaq. Daxili qoşunlarda, ümumiyyətlə bütün bizim qalib ordu sırasında xidmət edən əskərlərə dövlətimiz yüksək səviyyədə baxır. Onların yemək rasionundan tutmuş hər bir şeyə yüksək səviyyədə təmin olunur. Biz də komandativ olaraq daim özümüzə borc bilirik ki, onların yeməklərini, qalmaq şəraitini və digər xidmətlərini sizə çəkər göstərək ki, siz də tam rahat olasınız ki, sizin övladlarınız necə xidmət aparır. Sizə də nuş olsun. Çox sağ olun. Deyəsən doymusunuz, yemirsiniz. Xeyr, yedilən narahat olun. Necədir, ürəyincədirmi yeməklər? Bəli, yaxşıdır, yeməklər çox gözəldir, dadlıdır. Siz neçə ayda xidmət edirsiniz? 5 ay. 5 ay. Bax, sizin də valideynlər ekran vasitəsilə yəqin ki, oturub izləyir. İstərdik sizin dilinizdən onlara salamınızı və nə ürək sözünüz varsa buyurub çatdırasınız. Evdəkilərin hər birindən salamlarımı ötürürəm. Yeməklər çox gözəldir, çox dadlıdır, hər hansı bir çətinliyimiz yoxdur. Xidmət də çox gözəl gedir. Bax belə, hər zaman biz komanda TV olaraq
əskərlərin yeməkxanasını çəkib göstəririk. Bu nə üçündür? Bu onun üçündür ki, o əskərlər məhz yeməkxanada bir yerə yığılır və bizim də məqsədimiz odur ki, anaların ürəyi rahat olsun, gözünüz Komanda ATV-də olsun, onların yataq şəraitini sizə göstərəcəyik.